Xeyir olsun, dəyərli müəllimlər, müdavimlər, mən Natavan Camalzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bugün kurikulumun vacib mövzularından biri olan ümumi təhsilin təşkilinə dair pedaqoji tələblərdən danışacağıq. Pedaqoji tələblər həm MİQ imtahanına hazırlaşan müəllimlər üçün, həm sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün çox vacib bir mövzudur. Siz tələblərə aid geniş situasiyalar görə bilərsiniz. Yəni geniş situasiyalar veriləcək və bu situasiyada hansı pedaqoji tələbə uyğun olan fikirlər və yaxud hansı pedaqoji tələb pozulmuşdur kimi situasiyalar görə bilərsiniz. İlk öncə baxaq görək ki, pedaqoji tələb nədir? Pedaqoji tələb təlim-tərbiyə prosesinin təşkilində öyrənən arasında olan bir subyekt prinsipinə əsaslanan qarşılıqlı əməkdaşlıqdır. Nəyə əsaslanır? Subyekt prinsipinə əsaslanır. Yəni, siz pedaqoji tələblərdə situasiyalar görərkən, ancaq burada situasiyalarda müəllimlə əlaqədar, müəllimə aid olan fikirləri görə bilərsiniz. Adından göründüyü kimi, pedaqoji fəaliyyət kimə aiddir? Əlbəttə ki, müəllimə aiddir. Və təbii ki, pedaqoji tələbin də uyğunluq və yaxud qeyri-uyğun olması bu müəllimə aid olan situasiyalarda olar da. Ona görə siz bu cür dərsdə, bu mövzuda, ümumiyyətlə, situasiyalarda ancaq rastlaşacaqsınız ki, müəllim nəyi doğru edir, nəyi yanlış edir və biz bu tələblərin hər birinə geniş toxunacağıq. Və onu qeyd edim ki, bu izahı diqqətlə dinlədinizsə, artıq kitab oxumağa ehtiyac qalmayacaq. Baxaq ilk pedaqoji tələbdən. Birinci pedaqoji tələbimiz olur pedaqoji prosesin tamlığı. İlk olaraq tamlığa baxaq. Birinci növbədə tamlığın tərifini anlayaq görək, tərifi nədir? Təhsil məqsədlərinin öyrədici, bu çox vacibdir, tərbiyə edici və inkişaf etdirici xüsusiyyətlərə malik olması, xarakteri daşıması pedaqoji prosesin tamlığıdır. İlk öncə biz bunu əzbərləməyək. İlk öncə biz bunu anlayaq. Yəni, tamlıq deyəndə öyrədici, tərbiyəci və inkişaf etdirici olmalıdır. Yəni, mən dərsi keçirəmsə, öyrətməliyəm, tərbiyə etməliyəm, inkişaf etdirməliyəm. İndi bunların hər birinə bir-bir baxaq. Müəllimlər, öyrədicilik dedikdə, öyrədici o deməkdir ki, fərz edək ki, biz nəyisə şagirdlərə öyrədirik və bunu öyrədərkən biz çalışmalıyıq ki, şagirdlərə müəyyən bir informasiya verək. Misal üçün, mən atmosfer haqqında danışıram, mən hidrosfer haqqında danışıram, Osmanlı dövləti haqqında danışıram, Səfəvi dövləti haqqında danışıram, hər hansı bir şairin həyatını danışıram. Neyinirəm? Öyrədirəm. Bunun izahını verirəmsə, mən öyrədici fəaliyyəti həyata keçirirəm. İnkişaf etdirici xüsusiyyət odur ki, öyrədicidən danışdıq. İnkişaf etdiriciyə baxaq. İnkişaf etdirici odur ki, yəni ki, baxın, mən 6-cı sinifdə də hidrosfer keçirəm. Hidrosfer. 7-də də keçirəm, 8-də də keçirəm, 9-da da keçirəm. Yəni, İnkişaf etdirici getdikcə sinifdən sinifə bu çətinləşir. Və yaxud da hər hansı bir tarixdən Səfəvi dövlətini 6-da da, 7-də də, 8-də də, 11-də də keçirəm. Görürsünüz, inkişaf elətdirirəm. İnkişaf eləyir sinifdən sinifə keçdikcə. Bu da inkişaf etdirici xüsusiyyətdir. Gəldik tərbiyə ediciyə. Tərbiyə ediciyə diqqət edirik, müəllimlər. Tərbiyə edici dedikdə, öyrəndiyinin həyatla əlaqələndirilməsidir. O demək deyil ki, mən uşağa öyüd nəsihət verirəm. Xeyr, bu tərbiyədən söhbət getmir. O başqa tərbiyədir. Pedaqoji tələbdə tərbiyə edici xüsusiyyət dedikdə, biz şagirdi
öyrəndiyini həyatla əlaqələndirməsi nəzərdə tutulur. Fənüstü inteqrasiyası nəzərdə tutulur. Bax, bu olur tərbiyə edici xüsusiyyət. Mən hidrosfer bölməsini keçirəm. Əla, gözəl, xoş, çox gözəl bir izah verirəm. Öyrətdim, inkişaf etdirdim. Amma bu sudan istifadə, hidrosferi qorumaq, su bizim həyatımızda niyə vacibdir? Bunu mən şagirdə izah eləmədimsə, bu artıq mən dərsimi tam keçmədim. Mən tamlığı pozmuş oldum. Çünki tərbiyə edici xüsusiyyəti həyata keçirmədim. Bəs mən hidrosferi keçirəm. Bu uşağa su barədə, sudan qənaətli istifadə barədə, suyun qorunması barədə, həyatda bizə nə üçün lazımdır, bu barədə məlumat vermədimsə, bu uşaq dərsdən sonra getdi evə, əl üzünü yuyanda su krantını açıq qoyur, 15 dəqiqə, 20 dəqiqə oradan su boşa-boş axırsa, deməli mən bunu tərbiyə edici xüsusiyyətini formalaşdırmayıb göndərmişəm və mən pedaqoji prosesin tamlığını pozmuşam. Ona görə də biz dərsimizi tam keçməliyik. Həm öyrətməliyik, həm inkişaf etdirməliyik, həm tərbiyə etdirməliyik. Təsəvvür edin ki, siz belə məişətdən nümunə gətirim də, siz dovğa bişirirsiniz. Dovğanın göyünü hazırlamısınız, nə bilim, qatığını hazırlamısınız, lazım olan bütün vasitələri hazırlamısınız da. Amma bu dovğaya düyü tökmürsünüz. Sizin dovğanız tam alına bilər. Xeyr, bu dovğada nəsə çatmır və bu normal alınmadı. Niyə tam deyil? Bax, pedaqoji proses də budur. Siz dərsi öyrədirsiniz, tərbiyə edirsiniz, inkişaf elətdirmirsinizsə, sizin dərsiniz tam olmadı. Nəsə çatmadı burada. Ona görə deyir ki, ey müəllim, dərsi keçəndə tam keç. Öyrət də, tərbiyə də et, inkişaf elətdir də. Bu oldu nə? Bu oldu pedaqoji prosesin tamlığı. Növbəti ikinci prosesə baxaq. Təhsildə bərabər imkanların yaradılması. Bərabər imkanlara baxacağıq. Adından da göründüyü kimi biz bərabər imkan yaratmalıyıq. İlk öncə tərifinə baxaq. Görək tərifində nə qeyd olunur? Tərifində qeyd olunur ki, təhsil müəssisəsinin infrastrukturuna, bax buna vacibdir. İnfrastrukturu. Təhsil müəssisəsinin infrastrukturundan istifadə, qısa-qısa deyirəm. Daha sonra hər bir təhsil alan üçün eyni təlim şəraitinin yaradılması. Hər bir təhsil alan üçün eyni təlim şəraiti yaradılmalıdır. Təhsil prosesində şagirdlərin meyli, marağı və potensial imkanı bunların hər biri imkanı nəzərə alınmalıdır. Nəzərə alınmalıdır. Niyə nəzərə alınmalıdır? Çünki hamı üçün eyni, bərabər imkan yaransın. Hamı üçün bərabər təlim mühiti yaransın. Necə oldu bərabər imkanların yaradılması? Təhsil müəssisəsinin infrastrukturuna uyğun olaraq. Şagirdlər üçün, təhsil alanlar üçün eyni təlim şəraitinin yaradılması, şagirdlərin meyil, maraq, potensial imkanlarının nəzərə alınmasıdır bərabər imkanlar. Yəni, mən sinifə daxil oldum. Sinifdəki şagirdlərim yarısı deyir ki, ay müəllim, bizdən, misal üçün, Osmanlı dövlətini siz soruşun sual-cavabla. Yarısı da deyir ki, müəllim, mən istəyirəm ki, başdan sona qədər bu dərsi danışım. Mən əgər sual-cavabla istəyənlərinkini, şifahi sual-cavab istəyən fikirləri nəzərə alıramsa, digər başdan sona danışmaq istəyənlərin fikrini nəzərə almıramsa, mən artıq neynədim? Eyni təlim mühiti yaratmadım. Mən artıq diferensiallığı pozdum. Mən bərabər imkanları pozdum. Çünki şagirdlərin müxtəlifliyini, marağını nəzərə almadım. Bir qrupun fikrini nəzərə alıb, bir qrupun fikrini nəzərə almıramsa, bu zaman mən bərabər imkanları pozmuş oluram.
Müəllim şagirdlərə hər hansı bir araşdırma tapşırığı verir. Araşdırmanın mövzusunu müəllim özü təqdim edir ki, filan mövzunu gedin araşdırın. Və bu zaman sinifdə 25 uşaq varsa, bu 25 şagirddən 10 nəfəri yaxşı araşdıracaq, 15 nəfər araşdırmayacaq. Niyə? Ona görə ki, bu 15 nəfərin meyl, maraq, potensial imkanına uyğun deyil. Mən araşdırma tapşırıqlarını verməliyəm. Şagirdlərin hansına uyğundur marağına, onu seçib araşdırmalıdırlar və mən bununla bərabərliyi təmin etməliyəm. Yoxsa burada 10 nəfər araşdıracaq, 15 nəfərin mən meylini, marağını nəzərə almadım axı. Mən bunlar üçün bərabər təlim imkanı yaratmadım axı. Ona görə bərabər imkanlarda biz hamı üçün eyni təlim mühiti yaratmalıyıq. Və yaxud deyirik infrastruktur. Məktəbin kompüterindən informatika dərsində ancaq yaxşı oxuyan şagirdlər iştirak edəcək. Bu doğrudurmu? Təbii ki, bərabər təlim mühiti yaratmadım. Niyə yaxşı oxuyanlar eləsin, pis oxuyanlar istifadə eləməsin? Yəni biz hamı üçün eyni təlim mühitindən qurmalıyıq. Və yaxud da kitabxanadan ibtidai sinif şagirdləri istifadə etməsin. Niyə? Mən axı bərabər imkanları pozmuş oldum. Və yaxud da Aksalından aşağı sinif şagirdləri istifadə etməsinlər. Yenə bərabər imkanları pozmuş olduq. Niyə? Çünki eyni təlim mühiti biz yaratmalıyıq. İndi müəllimlər, iki nüansı da qeyd edim, sonra keçək digərinə. Bir də müəllim şagirdlərin hamısına, bütün şagirdlərə eyni tapşırıq verirsə, bu zaman bərabər imkanları pozmuş olur. Hamıya eyni tapşırıq vermək bərabər imkanları pozmaqdır. Şagirdin marağını nəzərə alırıqsa, şagird müxtəlifliyini nəzərə alırıqsa, burada biz həmçində diferensiallığı təmin etmiş oluruq ki, bunu da növbəti dərslərdə geniş izahını verəcəm sizin üçün. İndi burada nəyə diqqət edirik? Bərabər imkanlar var, bir də var şagird yönümlülük. Şagird yönümlülüyü də yazaq. Sizin üçün burada bir qeyd deyəcəm, qeyd edim. Şagird yönümlülük. Baxın müəllimlər, şagird yönümlülükdə də, bərabər imkanlarda da təhsil alanın marağı var, mənafiyi var, tələbatı var. Yəni bunlar bir-birinə oxşardır. Bəs indi sual versəz ki, ay Nativan müəllim, şagird yönümlülükdə də şagirdin potensial imkanı, tələbatı var, bərabər imkanlarda da. Bəs biz bu potensial imkanı nə bilək, bu bərabər imkana aiddir, yoxsa şagird yönümlüyə aiddir? Bunu ayırt etmək üçün siz diqqətli olmalısınız. Misal üçün, mən girdim sinifə. Sinifdəki şagirdlərin hamısı mənə deyir ki, müəllimə, bugün bəlkə dərs tapşırığı testdən eləyək, bizə test tapşırığı verəsiniz. Hamısı deyir. Bir-iki nəfər demir, ha, bütün sinif deyir. Bütün sinif deyirsə, mən də bunu nəzərə alıramsa, bu zaman olur şagird yönümlülük. Çünki hamının marağını, tələbatını nəzərə aldım. Yox, əgər sinifdəki şagirdlərin yarısı deyir test edək, yarısı deyir şifahi sual cavab edək. Mən bunları nəzərə alıramsa, onda nə etmiş oldum? Mən onda bərabər imkanları təmin etmiş oldum. Yox, əgər yarısının fikrini nəzərə aldım, yarısının fikrini nəzərə almadımsa, bu zaman da bərabər imkanları pozmuş oldum. Bunu da yadda saxlayaq, bunu da qeyd kimi götürək. Növbəti üçüncü gəlir bizim. Elə şagird yönümlülükdən danışaq bir qədər. Şagird yönümlülüyü yazmışkən şagird yönümlülükdən danışaq. Şagird yönümlülük nədir? Şagird yönümlülük təhsil fəaliyyətinin təhsil alanların mənafeyinə, müdafiəsinə, təhsil tələbatının ödənilməsinə, istedadlarının reallaşmasına, şəxsiyyətinin formalaşmasına yönəlir şagird yönümlülük. Şagird yönümlülükdə müəllimlər, baxın, deyirik ki, şagirdi biz fikrinə hörmət edirik.
Şagirdə bir şəxsiyyət kimi yanaşırıq. Şagirdin fikirlərini nəzərə alırıq. Bu o demək deyil ki, şagirdin kefi nə istəyir, mən onu etməliyəm. Şagird bir gün desin ki, gəlin dərs deməyək, mən bununla razılaşım. Bu doğru deyil. Şagird yönümlülük o deyil. Şagird yönümlülük yəni dərs əsnasında yeri gəldiksə, şagird maraqlı bir fikir, maraqlı bir istedadı, maraqlı bir istəyi olarsa mən bunu nəzərə almalıyam. Təbii ki, dərsdən söhbət getməlidir. Yoxsa şagird bu gün desin ki, müəllim, bəlkə dərs keçməyək. Mən də deyim ki, bu gün şagirdlərin ürəyi dərs keçmək istəmir. Elə mən dərs keçməyim, olsun şagird yönümlülüyü təmin etmiş olum da. Xeyr. Bu şagird yönümlülük olmur. Biz şagirdi düzdür, fikirlərini nəzərə alırıq, hörmət edirik, şəxsiyyət kimi yanaşırıq, subyekt yanaşmasında oluruq. Bunların hər biri öz yerində təbii ki. Amma yenə də dərs müddətində, dərs əsnasında şagirdin fikrini, potensialını, tələbatını, istedadını mən həmişə deyirəm ki, kurikulum həmişə olubdur. Sadəcə olaraq bizim ənənəvi dərsimizdə biz bilmirmişik ki, bunun adı kurikulumdur. Misal üçün, biz adətən baxırıq verilişlərdə, bəzi yaşlı nəsil danışanda deyir ki, misal üçün, fərz edək ki, bir muğam oxuyanda deyir ki, mən o vaxtı mənim müəllimim, filan müəllimim məndə bu istedadı gördü, gəldi evdə atama dedi ki, bu uşağı mütləq şəkildə musiqi məktəbinə yazmaq lazımdır. Görürsünüz, elə o şagird yönümlülüyü o vaxtı əməl edirmiş, uşağın istedadını bilib, onu yönləndirirmiş. Yəni uşağını tanımaq da şagird yönümlülük. Uşağın marağını, potensialını bilməkdir şagird yönümlülük. Şagird yönümlülükdə müəllimlər deyirik ki, müəllim şagirdlərə tez-tez yaradıcı tapşırıq verir. Müəllim dərsdə fəal təlim metodlarından istifadə edir. Dərsi oyunlar formasında keçirsə, bu zamanda müəllim şagird yönümlülük prinsipini həyata keçirmiş olur, pedaqoji tələbini həyata keçirmiş olur. Sonra mən situasiyalarda daha çox belə suallar salıram öz müdavimlərim üçün. Deyir ki, misal üçün də belə deyək, müəllim diaqnostik qiymətləndirmə aparmır. Bu zaman müəllim nəyi pozmuş olur? Hansı pedaqoji tələb pozmuş olur? Əgər müəllim diaqnostik qiymətləndirmə, aparmayıb, şagirdini tanımırsa, bu zaman təbii ki, şagird yönümlülüyü pozur. Diaqnostik qiymətləndirməni biz niyə aparırıq? Qiymətləndirmə mövzusunda, bu indi tamamilə başqa bir mövzudur. Buna geniş mən toxunacam. Yəni, şagirdi tanımaq üçün, şagirdi yaxından anlamaq üçün, şagirdə bir diaqnoz qoyursan, öz şagirdini tanımaq üçün sən diaqnostik qiymətləndirmə aparsan. Mən də diaqnostik qiymətləndirmə aparmıramsa, deməli, mən pedaqoji tələb kimi şagird yönümlülüyü pozmuş oluram. Niyə? Çünki şagirdimi tanımıram. Marağından, potensial imkanından xəbərdar olmuram. Bax, buna da diqqət edək. Şagird yönümlülükdə dedik ki, yaradıcı tapşırıqlar olmalıdır. Siz indi testlərdə görəcəksiniz, Time Test Bankında da belə bir situasiya var. Misal üçün, testlərdə qarşınıza çıxacaq. Deyir ki, müəllim debat keçirir. Uşaqlar razı olmurlar. Müəllim də onları başa salır ki, debat onlar üçün faydalıdır, münasibət bildirmək, dinləmək bacarığı, tənqidi təfəkkür formalaşdırır. Burada müəllim hansı pedaqoji tələbi həyata keçirmiş olur? Burada da şagird yönümlülükdür. Bu debat kimə lazımdır? Şagirdə lazımdır da. Ona görə burada olur nə? Bu cür situasiyalarda da olur. Şagird yönümlülük, buna da diqqət edək. Növbəti bizim 4-cü pedaqoji tələbimiz olacaqdır. İnklüzivlik. Baxaq, inklüzivliyə də bir saniyə qeyd edək. İnklüzivliyə baxaq. İnklüzivlik nə deyir tərifdə? Deyir ki, fiziki, psixi, intellektual. Fiziki, səhv getdi bir dənə, yenidən yazaq. Fiziki, psixi və intellektual. Və intellektual. Fiziki, psixi, intellektual xüsusiyyətlərinin asılı olmayaraq təhsilin bütün uşaqlar üçün
əlçatan olmasıdır. Yəni bu xüsusiyyətlərdən asılı olmayaraq, həm fiziki, həm intellektual, həm psixi xüsusiyyətlərindən asılı olmayaraq, bütün uşaqlar üçün təhsil əlçatan olmalıdır. İnklüzivlikdə bunu bizə bildirmək istəyir. Və biz bilirik ki, şagirdlər, misal üçün, 3 cür deyir də, fiziki, intellektual, psixi, düzdürmü? Fiziki nədir? Uşağın əli əyri ola bilər, nə bilim, ayağında nəsə problem ola bilər, ayağının biri uzun, biri gödək ola bilər. Yəni, bu nədir? Bu fiziki qüsurudur. Psixi, yəni bu əsəbi ola bilər, nevroz ola bilər, panik atak ola bilər, hər hansı bir psixi problem ola bilər də. Və intellektual. İntellektuala gəlirik. Müəllimlər daha çox intellektualda bir qədər qarışdırırlar. İntellektual odur ki, müəllimlər, bir uşaq var ki, belə loru dildə deyəcəm. Bu uşaq alıcı quşdur. Müəllimin ağzından çıxan kimi uşaq hər şeyi bilir. Yəni, biri də var ki, bu uşağa 10 dəfə bir şey izah edirsən, bu uşağa götürə bilmir. Qavraması zəifdir. Deməli, burada nə çıxır? Qavrama müxtəlifliyi. Qavrama müxtəlifliyi də inklüziv sayılır, müəllimlər. Yəni, inklüzivlikdə uşaq normaldır. Gözü, ayağı, qolu, nə bilim də, bütün hər bir şey normaldır. Fiziki və psixi cəhətdən normaldır bu uşaq. Amma intellektual cəhətdən qavrama müxtəlifliyi var. Yəni, bu uşaq götürə bilmir. Bu uşaq fizikanı götürə bilmir. Müəllim 5 dəfə başa salır, 10 dəfə başa salır, 2 dəqiqədən sonra yadından çıxır. Bax, bu da olur inklüzivlik. MİQ imtahanda belə bir sual düşmüşdü, bir neçə il bundan əvvəl. Belə bir sual düşmüşdü ki, müəllim ancaq zəif oxuyan uşaqlarla məşğul olur və bu zaman yaxşı oxuyan uşaqların dərsə marağı azalır və onlar da yavaş-yavaş dərsdən uzaqlaşırlar. Bu zaman müəllim hansı pedaqoji tələbi pozmuş olur? Təbii ki, inklüzivlik. Niyə? Qavrama müxtəlifliyi. Yaxşı oxuyan, pis oxuyan. Pis oxuyanla məşğul oldu, yaxşı oxuyan dərsdən uzaqlaşdı. Və yaxud əksinə. Yaxşı oxuyanla məşğul olur, pis oxuyan ümumiyyətlə dərsdən uzaqlaşır. Yəni, bu cür situasiyalar görəndə bilin ki, bu artıq inklüziv sayılır. Qavrama müxtəlifliyinin olması inklüzivlikdir. Uşaq deyir, mən fizikanı sevmirəm, mən kimyanı sevmirəm. Yəni, müəllim bunun qavraması zəifdir də, fizikanı götürə bilmir. Və müəllim elə eləməlidir ki, bu uşaq bunu götürsün. Düzdür, biz demirik buna fizikanı yüksək səviyyədə öyrətmək olar. Yəni tələb o deyil. Amma yəni bu qavrama müxtəlifliyinin nəzərə alınmaması bu inklüzivlik tələbini pozması olur. Yəni inklüzivlik həmçinin də fiziki məhdudiyyətli uşaqlarla sağlam uşaqlarının bir yerdə dərsdə olmasıdır. Və bunlar bir yerdə dərsdə olarkən bunlar sosiallaşırlar. Bunlar cəmiyyətə adaptasiya olurlar, əməkdaşlıq edirlər, bir-birindən öyrənirlər ki, bu da inklüziv təhsilə aid olan bir mövzudur ki, bunun haqqında da növbəti dərslərimizdən geniş izah verəcəm. Misal üçün, deyirəm ki, dərsdə xəyal və sona xəritədə işləməkdə çox zəifdirlər. Müəllim onlarla işləyərkən, onlarda da aktivlik müşahidə etdirir və onlarla daha çox işləyir, onları da aktiv şagirdlərə çatdırır. Müəllim hansı pedaqoji prinsipi həyata keçirir? Təbii ki, inklüzivlik. Niyə? Çünki xəyalla sona xəritədə işləməkdə çox zəifdir. Qavraması zəifdir də, qavrama müxtəlifliyi var. Ona görə burada nə olur? Burada olur inklüzivlik. Bunu yaxşı başa düşək. Bunu bəzən müəllimlər daha çox götürürlər bərabər imkanlarla, amma qavrama müxtəlifliyinin olması inklüzivliyə aid olunur. Daha sonra bir suala da baxaq. Müəllim şagirdlərə deyir ki, bugün sizdə xəritədə mən adaları soruşacağam. Adaların yerini göstərməyini istəyir də şagirdlərdən. Şagirdlərindən yarısından soruşur, yarısından soruşmur adaların yerini. Bu zaman müəllim hansı pedaqoji tələb pozur? Artıq burada bərabər imkanları pozur. Bəzilərindən soruşur, bəzilərindən soruşmur. Bu inklüzivlik deyil. Burada artıq olur nə? Bərabər imkan olur. İnanıram ki, bununla artıq inklüzivliklə bərabər imkanları siz qarışdırmazsınız. Bizim növbəti pedaqoji tələbimiz olacaqdır. Şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülüyə baxaq. Şəxsiyyət yönümlülük pedaqoji tələb içərisində demək olar ki, ən sadəsidir.
şəxsiyyət, yönümlülük. Baxaq müəllimlər, şəxsiyyət yönümlülükdə nə deyir? Şəxsiyyət yönümlülükdə deyir ki, bir dəqiqə, şəxsiyyət, burada səhv getdi, düzəliş edək. Yönümlülük. Aha. Şəxsiyyət yönümlülükdə deyir ki, şagirdin ünsiyyət, idraki, psixomotor fəaliyyətlərində əsasında biz onlarda həyati bacarıq formalaşdırmalıyıq. Nələr? İdraki, daha sonra ünsiyyət və bir də psixomotor. Burada nə demək istəyir? Burada deyir ki, sən şagirdi elə yetişdir ki, bunun həm idraki, həm ünsiyyət, həm psixomotor bacarıqları olsun. Şəxsiyyət yönümlülükdə. Yəni, bunların hər biri şagirddə inkişaf elətdirməlidir. Deyir ki, ey müəllim, sən şagirdini elə yetişdir ki, bu başı da yaxşı inkişaf eləsin, idraki, ünsiyyəti və psixomotor bacarıqları olsun. Həmçinin bunda milli və bəşəri dəyərlər formalaşdırmalıyıq. Şəxsiyyət yönümlülükdə daha çox mənəviyyatla əlaqədar olan bir şeydir müəllimlər. Mən həmişə deyirəm ki, hər kəs şəxsiyyət olmur. Şəxsiyyət olmaq üçün çox savadlı olmaq, nə bilim, çox imkanı olmaq, çox pulu olmaq bu yaxşı şəxsiyyət olmaq anlamına gəlmir. Şəxsiyyət olmaq üçün insanın mənəviyyatı zəngin olmalıdır. Və bunun üçün də biz şəxsiyyət yönümlülükdə çalışmalıyıq ki, şagirdlərdə mənəvi dəyərlər formalaşdıraq. Əgər müəllim dərsi keçib onun mahiyyətini açmırsa, bu zaman müəllim tamlığı pozur. Müəllim əgər mənəvi dəyər formalaşdırmırsa, bu zaman müəllim şəxsiyyət yönümlülüyü pozur. Biz şagirdlərdə mənəvi dəyər formalaşdırmalıyıq. Və şəxsiyyət yönümlülük daha çox vətənpərvərliklə, şəhidlərimizlə, qazilərimizlə, yəni bu cür situasiyalarda olur daha rahatdır şəxsiyyət yönümlülüyü seçmək. Şəxsiyyət olmaq üçün yaxşı mənəviyyatı olmalıdır insanın. Və bunu da müəllim şagirdlərdə formalaşdırmalıdır, təhsil alanlarda formalaşdırmalıdır. Növbəti 6-cı pedaqoji tələbimiz olur. Demək, fəaliyyətin stimullaşdırılması. Fəaliyyətin stimullaşdırılması. Müəllimlər, stimullaşdırılması. Stimul nədir? Stimul odur ki, insana stimul verirsən. Və bu zaman stimulun tərifini deyim ki, fəaliyyətin stimullaşdırılmasında biz şagirdlərin təhsil prosesinin səmərəliliyinin artırılması. Təhsilin səmərəliliyinin artırılması. Səmərəliyinin artırılması. Şagirdlərin təlim marağının yüksəldilməsi. Təlim marağı. Təlim marağının yüksəlməsi. Nailiyyətlərinin izlənilməsi. İzlənilib. Dəyərləndirməsi. Bu olur fəaliyyətin stimullaşdırılması. Yəni, fəaliyyətin stimullaşdırılmasında biz şagirdə stimul veririk. Səmərəliyi artırmaq üçün. Misal üçün, biz şagirdə hər hansı bir test tapşırığı vermişik. Şagird bu test tapşırığından 10 dənə test tapşırığıda 3-ünü səhv edib. Deyirəm ki, Əhməd, 7 dənə tapşırığı düz yazmısan. Bu doğrudur. 3 dənə riyaziyyatdan səhvin müxtəsər vurma düsturlarına aid olan misalları səhv yazmısan. Və bunun üçün sən müxtəsər vurma düsturlarını yaxşı öyrənməlisən. Növbəti dəfə sən bu düsturları yaxşı tətbiq edə bilərsən. Mən neynədim? Mən şagirdin nailiyyətini izlədim, dəyərləndirdim, istiqamət verdim, fəaliyyətini stimullaşdırdım. Bu nə olur? Bu olur fəaliyyətin stimullaşdırılması. Yəni, mən şagirdin səhvini deyib ona stimul, yəni bir növ rəydir bu.
Rəyi indi biz keçəcəyik qiymətləndirmə mövzusunda. Yəni izləyib, dəyərləndirib, yəni şagirdə düzgün əks əlaqə qururam. Şagirdə rəy verirəmsə, bu fəaliyyətin stimullaşdırılmasıdır. Fəaliyyətin stimullaşdırılmasında anındaca orada baxıram, səhvi düzü nədirsə, onu mən şagirdə deyirəm, inkişaf elətdirməyin yolunu da göstərirəmsə, bu olur fəaliyyətin stimullaşdırılması. Və növbəti 7-ci pedaqoji tələbimiz olur dəstəkləyici mühitin yaradılması. Dəstəkləyici mühitin yaradılması, dəstəkləyici mühitin yaradılması. Bu da rahat pedaqoji tələbdir. Dəstəkləyici mühitin yaradılması dedikdə nə nəzərdə tutulur? Yəni biz şagirdlərin təhsil keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün zəruri infrastrukturdur, sağlam mənəvi psixoloji mühitdir. Dəstəkləyici mühitdə sağlam mənəvi psixoloji mühit yaratmalıyıq. Yaradıcı və təhlükəsiz mühit yaratmalıyıq. Dəstəkləyici mühitdə biz şagirdə bir neçə dəstək veririk. Məsəl üçün, müəllim uşağı döyür, müəllim uşağı təhqir edirsə, bu zaman sağlam psixoloji mühit yaradılmır da. Uşaq səhvindən qorxursa, bu zaman sağlam psixoloji mühit yaratmır. Sonra təhlükəsiz mühit yaratmalıyıq. Yəni uşağı bizə əmanət edir valideyn. Yəni biz onu təhlükəsiz şəkildə, yəni əgər hər hansı bir elektrikin üstü açıqdırsa, biz bu şagirdi buradan qorumalıyıq. Bu tezliklə bu bərpa olunmalıdır, düzəlməlidir. Yəni görürsünüz, dəstəkləyici sağlam psixoloji dərs mühiti yaratmalıyıq, dəstəkləyici mühit. Sinifə yeni şagird gəlib, müəllim bu şagirdlə maraqlanmış, şagird elə qalıb dərsdə qıraqda. Burada hansı pedaqoji tələb pozub? Dəstəkləyici mühit. Niyə? Sağlam psixoloji dərs mühiti yaratmır. Misal üçün, xəritə var, yəni maddi-texniki tədris bazası da ola bilər. Çünki görürsünüz, deyirik ki, infrastrukturundan, yəni maddi-texniki tədris bazası. Məktəbdə xəritə var, qlobus var. Müəllim bu maddi-texniki tədris bazasından istifadə etmir. Nəyi pozub? Dəstəkləyici mühit. Niyə? Çünki bu infrastrukturdan istifadə edib normal təlim şəraiti yaratmırsa, bu olur nə? Bu olur dəstəkləyici mühitin yaradılması. Növbəti 8-ci pedaqoji tələbimiz olur inkişaf, yönümlülük. İnkişaf yönümlülükdə nə idi müəllimlər? Şagirdin təhsil nailiyyətinin təhlilindən alınan nəticə. Baxın, fəaliyyətin stimullaşdırılmasında dedik ki, şagirdin təlimə marağının yüksəldilməsi, onların nailiyyətin izlənməsi. Nailiyyətin izlənməsi varsa, bura qeyd edirəm. Bu olur fəaliyyətin stimullaşdırılması. Yox, nailiyyətin artıq biz şagirdin təlim nailiyyətinin təhlil ediriksə, nailiyyətin təhlili varsa, bu olur artıq nə? Bu inkişaf yönümlülük. Yəni, mən KSG keçirdim, KSG-ni apardım, təhlil elədim, səhvlərə, düzlərə baxdım və gəlirəm, deyirəm ki, Əhməd, KSG-dən 80 bal almışsan, filan şeyləri səhv eləmişsən. Bax, bu artıq inkişaf yönümlülükdür. Niyə? Mən onun təlim fəaliyyətini apardım, təhlil elədim. Təhsil nailiyyətini təhlil elədim, sonra gəlib ona rəy verdim. Amma stimullaşdırılmasında mən nailiyyəti izləyirəm. Bu anında olur. Stimulda anında olur. Amma inkişaf yönümlülükdə sanki sonradan gəlib sən şagirdə rəy verirsənsə, bu olur inkişaf yönümlülük. Və nəhayət bizim 9-cu pedaqoji tələbimiz olur məktəb, valideyn əlaqələri. Bu da rahatdır. Məktəb valideyn əlaqəsi odur ki, yəni təhsil müəssisəsinin idarə edilməsində, təlim-tərbiyə prosesinin təşkili ilə bağlı problemlərin aradan qaldırılmasında biz valideynlə əməkdaşlıq edirik. Valideynin rolunu təmin edirik. Müəllimlə məktəb, müəllimlə valideyn, ümumiyyətlə məktəb, valideyn, şagird, müəllim üçbucağı qorunub saxlamalıdır. Bu təhsil üçbucağıdır. Bu mütləq şəkildə təmin edilməlidir. Burada məktəb də maraqlı olmalıdır,
valideyn də maraqlı olmalıdır. Qarşılıqlı şəkildə işləyəndə daha effektiv olur. Yəni müəllim şagird haqqında, şagirdin nailiyyəti haqqında valideyni xəbərdar etməlidir. Valideyn övladı haqqında maraqlanmalıdır. Bunlar qarşılıqlı şəkildə əməkdaşlıq şəraitində işləməlidirlər ki, bu da məktəb valideyn əlaqəsinin tənzimləməsi pedaqoji tələbinə aid edilir. Bugünkü dərs izahımız bu qədər müəllimlər. Sağ olun, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.